16-cı əsrdə Azərbaycanda feodalların irsi keçən şəxsi torpaqları adlanırdı. 16-cı əsrdə olan torpaq mülkiyyət formaları içərisində mülk torpaqları feodalların şəxsi irsi torpaqlarına deyilirdi. İqta torpaqları ümumiyyətlə bu dövrdə mövcud deyildi. Tiyul adlanan torpaqlar paylanırdı həmin dövrdə xidmət müqabilində. Vəqf torpaqları dini idarələrin torpaqlarıdır. Xassisə hakim sülaləyə məxsus torpaqlardır. Divan isə dövlət fonduna daxil olan torpaqlara deyilirdi. 16-cı əsrdə Azərbaycanda Çobanbəyə vergisi adlanırdı. Çobanbəyə vergisi otlaqlara görə maldarlardan alınan vergi olub. Doğru cavab olacaq C variantı. Səfəvi dövlətin ilk dövründə dövlətdə ikinci şəxs sayılırdı. Dövlətdə ikinci şəxs Səfəvilərin ilk dövründə şahın dini və dünyəvi işlər üzrə müavini olan vəkil hesab olunurdu. Doğru cavab C variantı olacaq. Burada naib mahalı idarə edən şəxsdir. Bəylərbəyi bəylərbəyliyi idarə edir. Kəndxuda kəndi, Kələntər isə şəhər hakimləri idi. Səfəvi dövlətində mülki işlərə rəhbərlik edən və maliyyə əməliyyatlarla məşğul olan şəxslər isə vəzirlər olacaq. Doğru cavab C variantıdır. Naib mahalı idarə edir. Qorçubaşı çərik adlanan qoşun bölməsinin başçısına, komandirinə deyilirdi. Darğaz şəhərdə asayiş qoruyurdu. Sədr isə dini işlərə rəhbərlik edən şəxslərə deyilirdi. Şah 1. İsmailin fəaliyyətinə aiddir. Şah İsmailin hakimiyyət dövrü 1501-1524-cü illərdir. Çıldır döyüşü 1578 Məhəmməd Xudabəndənin dönəmində olub. Ağqoyunlu dövlətinin ikinci qolunun süqutu Almabulağı döyüşü nəticəsində 1503-cü il və Şah İsmailin fəaliyyətinə aiddir. Əbhər sülhü 1500 Ağqoyunlu dövlətinə aiddir. Əlvənd Mirzə və Murad Mirzə arasında Ağqoyunlu dövlətinin ərazisi iki hissəyə bölünmüşdür. Şərur döyüşü İsmailin fəaliyyətinə aid olsa da şahlıq dövrünə düşmədiyi üçün götürmürük. Çünki Şərur döyüşündən sonra Təbriz tutulur və şah titulunu qəbul edir. Şirvanşah dövlətinin Səfəvilərin bəylərbəylinə çevrilməsi 1538 Şirvanşahlar dövlətinin süqutu, bu isə 1. Təhmasibin adı ilə bağlıdır. Yenə də eyni şərtdə 6-cı sualda Şah 1. İsmailin fəaliyyət dövrünə aiddir. Mərv döyüşü 1510 Şah İsmail Şeybaniləri məğlub edərək Xorasanı tutmuşdur. Doğru cavab elə A variantı olacaq. Trabzon imperiyasının varlığına son qoyulması 1461 Uzun Həsən dövrünə aiddir, Ağqoyunlu bəyliyi dövrünə. Caban döyüşü 1500 İsmailin fəaliyyəti ilə bağlı olsa da Şah İsmailin hakimiyyət dövrünə aid deyil. Venesiya ilə hərbi ittifaq haqqında müqavilə bu Həsən Padşahın dövrünə aiddir, 1472-ci il. Cəlaliri dövlətin varlığına son qoyulması Qara Üsyan adı ilə bağlıdır, 1410-cu ildə. Caban döyüşü nəticəsi Caban döyüşü 1500-cü ildə Ərdəbil hakimliyi ilə Şirvanşahlar dövləti arasında olub və bu döyüş nəticəsində Şirvanşahlar ordusu məğlub olub. Ərdəbil hakimliyi və ya onlar Qızılbaş adlanırdı. Qızılbaş qoşunu qalib gəlib. Doğru cavab olacaq B variantı. 1501-ci ildə Qızılbaş qoşunlarının Bakıya hücumunun nəticəsi 1501-ci ildə Bakıya hücumunun nəticəsi bundan ibarət oldu ki, Bakı tutuldu və Şirvanşahların xəzinəsi Qızılbaşların əlinə keçdi. Doğru cavab A variantı olacaq. B niyə olmaz? Qızılbaşlar çünki qələbə qazanmışdılar. C variantı ona görə olmaz ki, Bakı Şirvanşahların paytaxtı idi. Ağqoyunların bura aidiyyəti yoxdur. D variantında Şirvan hakimi Qaraqoyunluların köməyi ilə qalib gəldi. Bu dövrdə Qaraqoyunlular dövləti mövcud deyil. Qızılbaş qoşunları qalib gəldi. Əmir Teymurun qoşunu bu dövrdə Əmir Teymur yaşamırdı. 9-cu sualda 16-cı əsrdə Səfəvi Osmanlı müharibələrin ikinci mərhələsinə yekun vuruldu. İkinci mərhələ 1578-ci ildə başlamış və 1590-cı ildə bitmişdi. 1590-cı ildə tərəflər arasında İstanbul sülh müqaviləsi imzalandı. D variantı. Yassı sülhü ümumiyyətlə Səfəvi Osmanlı müqaviləsi deyil, Osmanlı-Rusiyadır. Mərənd müqaviləsi 1618-dir, ikinci mərhələ deyil. Qəşrin sonuncu mərhələdə 1639, Amasya birinci mərhələnin sonunda imzalanmışdı. 16-cı əsrdə Səfəvi Osmanlı müharibəsinin birinci mərhələsinə yekun vurmuş müqavilə, bu isə 1555-ci ildə imzalanmış Amasya sülh müqaviləsi olub. Almabulağı döyüşü 1503-cü ildə olub. Səfəvilər dövləti ilə Ağqoyunluların ikinci qolu arasında Qızılbaşlar qalib gəlib Xorasan tutuldu. Bu 1510 Mərv döyüşü nəticəsidir. Qaraqoyunlular, Cəlalilərin bu döyüşə heç bir aidiyyəti yoxdur. Qaraqoyunlu dövləti süqut etdi, aidiyyəti yoxdur. Səfəvilər Ağqoyunluları məğlub etdilər və Ağqoyunlu dövlətin varlığına tamamilə son qoyuldu. Bəli, D variantı doğru cavabdır. Şirvanşahların bura aidiyyəti yoxdur. İsmailin başçılıq etdiyi Qızılbaş qoşunlarının 1500-1501-ci illəri hərbi yürüşlərinin nəticəsi
Bu yürüş nəticə etibarilə dövlətin yaranması ilə nəticələndi. 1500-cü ildən etibarən Şeyx İsmailin rəhbərliyi altında olan yürüşlər. Paytaxtı Təbriz olan Səfəvi dövlətinin əsası qoyuldu və İsmail şah elan edildi. Elə doğru cavab budur. Şərur döyüşü nəticəsində Şirvan, Diyarbakır siyasi ələ keçirildi və İsmail şah elan edildi. Bu yanlışdır, bu variant. Bu döyüş nəticəsində, Şərur döyüşü nəticəsində Təbriz tutulur, Cənubi Azərbaycan ərazisinə daxil olur və şah titulunu qəbul edir. Naxçıvan, Şirvan, İran vahid dövlətə birləşdirildi. Bu da yanlışdır. Səfəvi Osmanlılar tərəfindən məğlubiyyətə uğradıldı. Osmanlılar hələ ki müharibəyə başlamamışdı bu dövrdə. Sultan Murad məğlubiyyətə uğradı və 2-ci qolun varlığına son qoyuldu. Xeyr, 1-ci qolun varlığına son qoyulur. Əlvənd Mirzə məğlub edilmişdi. Y də yanlışdır. 2-ci qolun süqutu 1503-cü ildir. Adı buraxılan Səfəvi hökmdarı Şah İsmail Təhmasib, 2-ci İsmail və 1-ci Şah Abbas. Ortada yəni buraxılan sual şərəsinin yerində Məhəmməd Xudabəndə olmalıdır. Y variantı. 1578-1587-ci illərdə dövləti idarə edib. 16-cı əsrdə müstəqillik ləğv edilərək ərazisi Səfəvi dövlətinə birləşdirilmişdir. Rəvvadilər dövləti 1065-də Səlcuqlar tərəfindən ləğv edilib. Sacilər dövləti 941-ci ildə Salarilər tərəfindən ləğv edilib. Salarilər 981 Rəvvadilər tərəfindən ləğv edilib. Şirvanşahlar 1538-ci ildə Səfəvilər tərəfindən ləğv edilib və ərazisi Bəylər bəyliyə çevrilib, Şirvan Bəylər bəyliyinə və Səfəvi dövlətinə birləşdirilib. Şəddadilər isə 1088 Səlcuqlar tərəfindən ləğv edilib 11-ci əsrdə. 16-cı əsrdə Şəki hakimini ləğv edərək öz ərazilərini birləşdirib. Şəki hakiminin ləğv olunması 1551-dir və bu 1-ci Təhmasibin adı ilə bağlıdır. 1-ci Təhmasib isə Səfəvilərin hökmdarıdır və bununla da o Azərbaycanın vahid şəkildə birləşdirilməsinə nail olmuşdur. 16-cı əsrdə Səfəvi dövlətində qorçubaşı kimlərə deyilirdi? Maliyyə işlərinə baxan bu vəzirlərdir, xüsusi vergi məmuru, xeyr, qorçubaşı ordunun baş komandanıdır və Çərik adlanan ordunun baş komandanıdır. Doğru cavab elə C variantı olacaq. Çərik adlanan xüsusi dəstənin başçısı, komandiri qorçubaşı adlanırdı. Şəhərdə asayiş keşikçisi bu darğadır. Mahallı idarədə məmur isə naib adlanırdı. 1538-ci ildə Səfəvilərin Şirvana yürüşünün nəticəsi Şirvanşahlar dövlətində Dərbəndilər Sulasının hakimiyyəti bərpa edilmir. Onların hakimiyyətinə son qoyulur. Səfəvilər bu yürüşdə məğlub olmurlar, qalib gəlirlər. Bakı qalası Səfəvilərə verildi. Bu da yanlışdır. Çünki Bakının Səfəvilərin Bakını tutması yürüşü 1501-ci ildir və bu yürüş nəticəsində nəinki Bakı qalası, ümumiyyətlə bütün Şirvanşahlar dövlətinin ərazisi tabe edilir və bununla da Şirvanşahlar dövlətinə tamamilə son qoyulur. Bu D variantı doğru cavab olacaq. 1538 Şirvanşahlar dövlətinin süqutudur. Şirvanşah qoşunları mühasirəni dayandırıb Bakıya geri çəkildilər. Bu da yanlışdır. Çünki ümumiyyətlə Şirvanşahlar dövlətinin bütün ərazisi Səfəvilərin nəzarətinə keçmişdi bu yürüş nəticəsində. Çaldıran və 1585 Sufyan vuruşmaları nəticəsində oxşarlıq. Hər ikisində deməli Səfəvilər məğlub olub. Burada 1585 Sufyan ona görə qeyd olunub ki, 1605-ci il Sufyan da var. Həmin Sufyanda isə Səfəvilər qalib gəlib. 1585-də isə Səfəvilər məğlub olmuşdu. Həmçinin Çaldıran döyüşü 1514-cü ildə də məğlub olmuşdular. Elxanilər dövlətinin tətbiq etdiyi, Səfəvilər dövlətinin ləğv etdiyi vergi. Səfəvilər dövlətinin ləğv etdiyi vergi 1565-ci il Tamğa vergisidir. Tamğa vergisini isə ilk dəfə Elxanlar tətbiq edib, Monqollar tətbiq edib. Doğru cavab olacaq Y variantı. Şah 1-ci Təhmasibin dövründə sənətkarlıq və ticarəti inkişaf etdirmək məqsədi ilə ləğv olunan vergi elə eyni cavabdır. Cavab Tamğa olacaq 1565-ci ildə. Səfəvilərin hakimiyyəti dövründə sənətkarlıq və ticarətin inkişafına təkan verən başlıca tədbir gömrük rüsumunun yığılmasında tam qaydaya salınması, xeyr, bu olmaz. Ticarət yollarında Yam adlanan məntəqə bu Elxanilər dövlətinə aiddir və bu rabitə məntəqələri idi Yamlar. Xarici ölkələrlə ticarətdə yerli tacirə xüsusi imtiyazların verilməsi, bu da yanlışdır. Tamğa vergisinin ləğv edilməsi, bəli, cavab budur, 1565. Gümüş və mis pulların tədavüldən çıxarılması fikri yanlışdır. Göstərilən döyüşlər aiddir Cabanı, deməli, Mərv və Çıldır. Hər üç döyüş aiddir Səfəvilərə. Səfəvilər dövləti deyə bilməzdi, çünki Caban döyüşündə Ərdəbil hakimliyi dövrüdür. Amma Səfəvilər, ümumiyyətlə Səfəvilər dövrünə aid götürə bilərik hamısını. Caban döyüşü 1500 Səfəvilərlə Şirvanşahlar arasında, Mərv döyüşü Səfəvilərlə Şeybanilər arasında, Çıldır Səfəvilərlə Osmanlı arasında baş vermiş döyüşlər olub. Osmanlı İmperiyası müharibə aparmış dövlətlər. Rəvvadilər və Osmanlılar eyni dövrdə mövcud olmayıb. Ağqoyunlar, Beyşehir, Malatya, Otluqbeli döyüşü,
olub. Səfəvilər aparıb kifayət qədər 1514-dən 1639-a qədər fasilələrlə müharibələr davam edib. Eldənizlərlə Osmanlılar eyni dövrdə mövcud deyil. Quba xanlığı isə Osmanlılarla müharibə aparmayıb. Doğru cavab olacaq B variantı 2 və 3. Ağqoyunlu dövlətlə müharibə aparmış dövlətlər elə biri Osmanlıdır, bayaq da qeyd elədim. Cəlalilər Ağqoyunlu dövlətlə eyni dövrdə mövcud olmayıb. Hülakülər eyni dövrdə mövcud olmayıb. Şəddadilər eyni dövrdə mövcud olmayıb. Səfəvi o Ağqoyunlu müharibələri məsələn 1503-cü ildə Almabulağı döyüşü. Doğru cavab Y variantı 1 ilə 5 olacaq. Ağqoyunlu dövlətinin varlığına tamamilə son qoyuldu 1503-cü il. 1503-cü ildə Şah İsmayıl'la Murad Padşah arasında Almabulağı döyüşü oldu. Bu döyüş nəticəsində Ağqoyunluların ikinci qoluna da və nəticə etibarilə tamamilə son qoyuldu. 1551-ci ildə Şəki üzərinə hücum nəticəsində olub Səfəvilərin. Səfəvilər qalib gəlsə də geri çəkildi. Xeyr, bu yürüş nəticəsində Şəki tutulub və ləğv olunub Şəki hakimliyi. Bununla da Səfəvilər vahid Azərbaycan ərazilərinin vahid dövlət tərkibində birləşdiriblər. Şəkinin müstəqilinə son qoyuldu. Şəki Səfəvilərə birləşdirildi. B düz cavabımızdır. Şah İsmayıl bu dövrdə yaşamırdı artıq. 24-cü ildə hakimiyyət dəyişmişdi. Buğurt qalası alındı. Şəki vilayəti Səfəvilərin hakimiyyəti altına keçdi. Bu da yanlışdır. Çünki bunların Şəki hakimlə əlaqəsi yoxdur. Buğurt Şamaxı yaxınlığındadır. Gülüstan qalası alındı. Bu da həmçinin olmayacaq. Doğru cavab olacaq B variantı. 16-cı əsrdə Səfəvi dövlətində hərbi qüvvələrin əsasını təşkil edirdi. 16-cı əsrdə Səfəvi dövlətinin əsasını çərik adlanan hərbi dəstələr təşkil edirdi. Əsas hissəsi çərik adlanan hərbi dəstələr olub. Onların da rəhbəri adlanırdı, deməli, Qorçubaşı. 16-cı əsrdə Səfəvi dövlətinə çərik adlanan hərbi dəstə rəhbərlik edirdi. Elə doğru cavab olacaq Qorçubaşı. Burada qazı məhkəmənin hakimidir, darğa asayiş qoruyucusudur şəhərdə, naib mahallı idarə edir, Kələntər də şəhərin hakiminə deyilirdi. Səfəvi dövlətinin adı buraxılan hökmdarını müəyyən edin. Şah İsmayıldan və ikinci Şah İsmayıldan, birinci Şah İsmayıldan sonra ikinci Şah İsmayıldan öncə hakimiyyətdə olan 1524-dən 76-cı ilə qədər birinci Təhmasibdir. Şah birinci Təhmasib. Doğru cavab C variantı olacaq. Soyurqalla Tiyulun fərqi nədir? Soyurqal Qaraqoyunlu və Ağqoyunlu dövlətləri dövründə, Tiyul isə Səfəvilər dövründən verilirdi. Bəli, bu fikir elə doğrudur. Çünki soyurqalı, düzdür, soyurqal Səfəvilərdə də olub, amma soyurqalı ilk dəfə tətbiq edən Qaraqoyunlu Ağqoyunlulardır. Tiyulu isə ilk dəfə tətbiq edən Səfəvilərdir. Ona görə A variantı doğru cavabdır. Soyurqaldan fərqli olaraq Tiyul irsən keçirdi, əksinə soyurqal irsən keçirdi. Tiyul yalnız Şahın xüsusi fərmanı ilə irsən keçə bilərdi. Soyurqal xidmətə görə Tiyul isə yalnız şahın yaxın adamlarına verilirdi. Bu da yanlışdır, çünki hər ikisi xidmətə görə verilirdi. Soyurqal sahibi götürdüyü gəlirin bir hissəsini dövlətə verirdi. Xeyr, soyurqal sahibi vergidən azad idi. Soyurqal Səfəvilər Tiyulu isə Monqollar tətbiq edib. Bu da yanlışdır tamamilə. Soyurqal ilə Tiyulun fərqi. Soyurqal 15-ci əsrdə, Tiyul isə 16-cı əsrdə geniş yayılmışdı. Bəli, elə bu doğru cavab ola bilər. Çünki elə bayaqki sualın alternatividir. 15-ci əsrdə Ağqoyunlu, Qaraqoyunlular tətbiq edib daha geniş şəkildə. Tiyul 16-cı əsrdə Səfəvilər geniş yayıb. Soyurqal irsən keçmirdi. Bu fikir yanlışdır. Soyurqal 16-cı əsrdə yaranıb, yanlışdır. 15-ci əsr olmalıydı. Mülki xidmətə görə yanlışdır. Soyurqal vergi deyil, bu da yanlışdır. Səfəvi və Teymuri dövlətlərinin tarixindəki oxşarlıq nədir? Osmanlılarla müharibə aparılması ilə doğru cavab budur. Səfəvilər 1514-cü ildən müharibələr başlayır. Teymurilər də 1402-ci ildə Ankara döyüşündə. Doğru cavab olacaq A variantı. Salarilər, Hülakülər və Ağqoyunlular suallarını uyğun olaraq əvəz etmişlər. Salariləri əvəz edən Rəvadilərdir. Hülaküləri əvəz edən Cəlarilərdir. Deməli, Ağqoyunluları əvəz edən isə deməli Səfəvilərdir. Doğru cavab olacaq 2, 3 və 5. Yəni 2, 5, 3. Müvafiq ardıcılıqla desək 2, 5, 3. Y variantı. Azərbaycan ərazisini vahid dövlətdə birləşdirmişlər. Rəvvadilər yalnız Cənubi Azərbaycanı əhatə edirdi. Sacilər və Salarilər bu ikisi Azərbaycanı birləşdirən ilk dövlətlərdir. Qaraqoyunlu və Ağqoyunlu vahid dövlət birləşdirməyib. Səfəvilər 2, 4 və 5 doğru cavab olacaq C variantı. Azərbaycan Cənub ərazilərində yaranmış dövlətlər. Sazilərin ilk paytaxtı Marağadır, sonra Ərdəbildir. Cənub Azərbaycanda yaranıb. Salarilər Ərdəbil, Cənub Azərbaycanda yaranıb. Səfəvilər Təbriz,
Cənubi Azərbaycanda yaranıb, Şəddadilərin paytaxtı Gəncə olub və Şimal Azərbaycanda yaranıb, Şirvanşahlar Şirvanda yaranıb, Şimal Azərbaycanda. Doğru cavab A variantı 1, 2 və 3 olacaq. 1501-ci ilin deməli payızında İsmail Səfəvi 1501-ci ilin payızında İsmail Səfəvi Şərur döyüşünə girir və bunun nəticəsində Ağqoyunluların birinci qolunu süquta uğradaraq öz dövlətinin əsasını qoyub. Burada A yanlışdır, çünki Murad Padşahla onun mübarizəsi 1503-cü il Almabulağı döyüşüdür. Ərzincan müşavirəsi 1500-cü ildir. İkinci Bəyazidlə müharibə aparmayıb. Əksinə Şah İsmailin İkinci Bəyazidlə dost münasibətlər olub. Səlim gəldikdən sonra, Sultan Səlim, Yavuz Səlim gəldikdən sonra müharibələr başlayır. Təbrizi daxil olaraq Şah elan etdi özünü, doğrudur. Bütün Xorasanı tutub, bu 1510-cu il Mərv döyüşünün nəticəsi ola bilər. 1501-ci ilin yazında Qızılbaşlar, 1501-ci ilin yazında isə onlar o 1500-1501-ci il yürüşlər var. Nəticə etibarilə sonda dövlət yarandı. Bu yürüş nəticəsində deməli inadlı müqavimət rast gəlsələr də Bakını tutub Şirvanşahların xəzinəsini ələ keçirdilər. Bu doğru fikirdir. A variantı elə bu cavab olacaq. Gülüstan qalasını mühasirəyə alırlar, amma tutmurlar, çünki Əlvənd Mirzənin hücum olur deyə Cənubi Azərbaycan ərazilərində Əlvənd Mirzənin hakimiyyəti altındaydı. Ona görə Şərur döyüşü baş verir və Gülüstan mühasirəsi dayandırılır. Caban döyüşü 1500-cü ildir. İkinci qolun süqutu 1503-dür. Şamaxının tutulması bu da yanlışdır. 1593-cü ildə Qızılbaşlar tabeliklərində qalan Azərbaycan ərazilərini söhbət Şah 1-ci Abbasın inzibati islahatından gedir. Çünki İstanbul nəticəsində Azərbaycan böyük bir hissəsi itirilmişdi və 1593-cü ildə Şah Abbas əlində qalan Azərbaycan ərazilərini, hansı ki Lənkəran, Xalxal, Qaradağ, Zəncan kimi torpaqları, Ərdəbil, onları vahid Azərbaycan bəylərbəliyində birləşdirmişdi. Doğru cavab olacaq C variantı. Səvi Osmanlı müharibələrinə aid döyüşlərin sırası Niyazabad, Sınıq körpü. Burada elə Sufyan döyüşü olar. 1585-ci ildə Sufyan döyüşü baş verib. Caban döyüşü Səfəvi Şirvanşah döyüşüdür. Muş döyüşü Ağqoyunlu, Qaraqoyunlu döyüşüdür. Otluqbeli Ağqoyunlu Osmanlı, Mərv isə Səfəvi Şeybanilərin döyüşü olub. Yenə də eyni şərtdir. Səvi Osmanlı müharibələrinə aid döyüş Çaldıran döyüşü, Çıldır döyüşü Qoyunlular Ağqoyunlu Osmanlı arasında olub. Mərv Səfəvi Şeybanilər arasında olub. Niyazabad sualın doğru cavabıdır. 1583. Malatya Ağqoyunlu Osmanlı, Şəməsi isə Ərdəbil hakimliyi ilə Ağqoyunlular arasında baş verib. Şah 1-ci Abbas nə üçün hərbi inzibati islahat keçirib? Məqsədi nə olub? Ordunu yalnız kəndli təbəqəsindən seçmək və ordunun sayını artırmaq tamamilə yanlışdır. Qızılbaşların təkbaşına silah gəzdirmə hüquqlarının əksinə ləğv edib, yanlışdır. Tayfa başçılığında irsilik prinsipinin əksinə ləğv edib, yanlışdır. O, hərbi inzibati islahat keçirərək dövlətin əvvəlki qüdrətini bərpa etmək və bununla da itilmiş əraziləri geri qaytarmaq doğru cavab D variantıdır. Ordunun yalnız Qızılbaş tayfalarının seçilməsini təmin etmək, bu da təbii ki yanlışdır. Çünki onun qurduğu orduda müxtəlif bölmələr vardı və Qızılbaşlar onlardan sadəcə biri idi. Şah 1-ci Abbasın hakimiyyət dövründə ləğv edildi. Deməli, mərkəzi Gəncə olan Qarabağ bəylərbəliyi yanlışdır. Qızılbaşların təşkilatına silah gəzdirmə hüquqları doğru cavab B variantıdır. Şəki hakimliyi daha öncə Təhmasibin dövründə ləğv olunub. Qızılbaşların hərbi xidmətə cəlb olunması xeyr, hərbi xidmətə cəlb olunurdu. Qoşunun tayfa müxtəlif prinsip əsasında təşkil ləğv olunur. Əksinə bu prinsiplə ordu qurulmuşdur. Şah 1-ci Abbasın hakimiyyəti dövrünə aiddir. Azərbaycan tayfalarının əmirlərindən ibarət Ali Məclisin fəaliyyətə başlaması. Ali Məclis daha öncədən fəaliyyətə başlayıb, yəni onun dövrünün əvvəl də fəaliyyət göstərirdi. Azərbaycanın Qızılbaşları tabe olan ərazilərində Azərbaycan bəylərbəliyinin yaradılması 1593-cü il, doğru cavab elə B-dir. Qızılbaşlar təşkilatına silah gəzdirmə hüququnu əksinə ləğv edib. Mərkəzi Naxçıvan olmaqla Çuxursayd bəylərbəliyi yanlışdır. Çünki Naxçıvan yox, mərkəzi İrəvan olub Çuxursayd bəylərbəliyinin. Qəzvin şəhərini paytaxt etmir, əksinə paytaxtı Qəzvindən İsfahana köçürür. 1590-cı il İstanbul müqaviləsinin nəticəsi necə oldu? Ərdəbil və Lənkəran daxil olmaqla Cənubi Azərbaycan Osmanlıya verildi. Xeyr, Ərdəbil və Lənkəran əraziləri Səfəvilərdə qalmışdı. Yalnız Xəzər sahili vilayətləri Osmanlılarına keçdi. Bu yanlışdır. Qaradağ, Ərdəbil, Xalxal, Lənkəran Səfəvilərdə qaldı. Bu doğrudur. Çünki bu ərazilər istisna, qalan digər əksər ərazilər verildi Osmanlılara. Osmanlılar Dərbənd şəhərini geri qaytarmayıblar, yanlışdır bu. Şirvan və Təbriz bu müqavilə nəticəsində qaldı, əlbəttə ki Osmanlıda, ona görə
Y variantı da yanlışdır. Doğru cavab olacaq C variantı. 45-ci sualda Şah 1-ci İsmail Avropa ölkələrlə münasibətdə uzun Həsənlə birləşdirən ümumi cəhət Avropa ölkələri ilə münasibətdə. Avropa ölkələri ticarət əlaqələri məhdudlaşdırmaq siyasəti xeyr, əksinə əlaqələri genişləndirirdilər. Öz ordusunu odlu silahla təchiz etmək üçün onlarla əlaqə yaratması bu doğru cavabdır. Bu doğru cavabdır. Çünki onlar əsasən Osmanlı müharibəyə hazırlaşarkən Avropadan odlu silah almaq üçün onlarla əlaqələr qurmuşdu. Düzdür, uğur əldə etməmişdilər, amma onların əsas məqsədi, ortaq məqsədi bu olub. Məhəmməd Can Pəhləvan, 1-ci Təhmasib və 1-ci Abbasın hakimiyyət dövrü üçün oxşar cəhət. Yeni dövlətin əsasının qoyulması heç bir aid deyil. Dövlətin paytaxtın köçürmələri doğru cavabdır. Məhəmməd Can Pəhləvan Naxçıvandan Həmədana, Təhmasib Təbrizdən Qəzvinə, Şah Abbas Qəzvindən İsfahana. Ağqoyunlara qarşı mübarizə aparılması bu heç birisine aid deyil. Səfəvi dövlətin hökmdarı Təhmasiblə Abbasdır. Xorasanın geri qaytarması bu 1-ci Şah Abbasa aiddir. 16-cı əsrin sonlarında Şah Abbasın xarici siyasətindəki məqsədlərinə aid deyil. Osmanlıların tutduğu torpaqları qaytarmaq var. Xorasanı geri qaytarmaq var. Şeybanilər çünki Xudabəndən hakimiyyət dövründə Xorasanı tutmuşdular. Rusiyanın Xəzər sahili vilayətlərdən çıxartmaq, bu xeyr, belə bir məqsəd yoxdur. Bu 1735-ci ildə Nadir xanın dövründə çıxarılıb yekunlaşıb və bu dövrdə Ruslar ümumiyyətlə Xəzərin bölgələri tutmamışdılar. İran körfəzində Portuqalın hegemonuna son qoyma və Hind okeanına çıxış əldə etmək bu nəticəsində doğrudur. C variantı onun fəaliyyətinə aid deyil. Torpaq sahibliyi formalarının uyğun variantını müəyyən edin. İqta deməli Eldənizlərdə olub, amma Qaraqoyunlularda olmuyor çünki onlar soyurqal paylayırdı. Tiyul Səfəvilərdən etibarən başlayır. Ona görə bunların heç birisi doğru deyil. Xostak Albaniya dövlətində olub. Bəli, xidmətə görə verilən şərt torpaqları idi. Doğru cavab olacaq 1 və 6 C variantı. Şərur və Almabulağı döyüşlərinin oxşar nəticəsi nədir? Şərur və Almabulağı döyüşləri nəticəsində 15-ci əsrin əvvəlləri baş vermişdi. Bu xeyr, bu yanlışdır. Çünki bu döyüş Almabulağı 16-cı əsrin əvvəli 1503-cü ildə olub. Şirvanşahlar məğlub edilib, xeyr. Ağqoyunlar məğlub edilib hər ikisində. Qızılbaşlar məğlub olub, xeyr, hər ikisində qalib gəliblər. Cəlari qoşunları burada iştirak etmir. Səfəvilər Ağqoyunları məğlub edilib, bəli. Şərurda 1-ci qol, Almabulağında 2-ci qol deməli məğlub edilib. Qaraqoyunlu və Səfəvi dövlətinin tarixinə aid deməli oxşar cəhət vəqf torpaq sahibliyindən istifadə olunması. Vəqf torpaq sahibliyi Qaraqoyunlularda da, Səfəvilərdə dini idarələrə məxsus torpaqlarda doğru cavab ilə A olacaq. Venesiya ilə sülh müqaviləsinin imzalanması aid deyil. Bayraq torpaqları hülakülərdədir. Elxanilərlə müqavilə mümkün deyil, çünki eyni dövrdə mövcud olan dövlətlər deyil. Hərbi və mülki hakimiyyət amil nə idi? Bu da yanlışdır. Amil Ərəb xilafət ağalığı dövründə vergixa məmurlara deyilirdi. Qaraqoyunlu və Səfəvi dövlətinin tarixinə oxşar cəhət Tiyul torpaq sahibliyi Səfəvilərdən etibarən tətbiq olunub. Venesiya ilə sülh müqaviləsi aid deyil. Mülk torpaq sahibliyi hər ikisində feodalların şəxsi irs torpaqlarına deyilir. Cavab C-dir. Eldənizlərlə müqavilə heç birinə aid deyil. Y-də həmçinin bayaqki sualda Y-də eyni variant idi, aid deyil. Xidmət əvəzinə verilən torpaq sahibliyi formaların məntiqi ardıcılığını iqta, soyurqal, bayrat olmaz sahibsiz torpaqlara deyilib hülakülərdə. Divan dövlət torpaqlarıdır. Xalisə hakim sülaləyə məxsus torpaqdır. Vəqf dini idarənin torpağıdır. Tiyul isə hərbi xidmətə görə verilən, yəni xidmət əvəzinə verilən torpaq növüdür. Yenə də eyni sual şərtidir. Xostak uc, yenə də cavab eynidir. Tiyul. İnci hülakülərdə hakim sülaləyə məxsus torpaq ilcə Ərəb ağalığı dövründə feodalların himayəsinə keçmiş kəndli torpaqlarından deyilirdi. Vəqf dini idarənin torpağı divanda dövlət torpaqları hesab olunur. Çaldıran döyüşü ilə Niyazabad döyüşünə aid ümumi cəhət. Çaldıran döyüşü 1514 Səfəvi Osmanlı arasında olub. Niyazabad 1583 Səfəvi Osmanlı arasında olub. Sadəcə Çaldıran döyüşündə Osmanlılar, Niyazabadda Səfəvilər qalib gəlib. Ali A variantı doğru cavab olacaq. Səfəvilərlə Osmanlı arasında baş verməsi. Çıldır və Molla Həsənli üçün ümumi cəhət nədir? Çıldır döyüşü 1578 Səfəvi Osmanlı, Osmanlılar qalib gəlib. Molla Həsənli 1578-ci ildə Səfəvi Osmanlı müharibəsinə aid döyüşdü. Orada Krım xanlığının ordusu da iştirak edib və Səfəvilər qalib gəlib. Osmanlıların məğlubiyyətlə başa çatması, xeyr, bu yanlışdır. Çünki Çıldırda Osmanlılar qalib gəlib. Ağqoyunlu Osmanlı arasında deyil, Səfəvi Osmanlı arasında olan döyüşlərdir. Səfəvilərin qələbəsi ilə başa çatması, xeyr, Çıldırda məğlub olmuşdular.
Xudabəndən hakimiyyət dövrü, bəli, Xudabəndən hakimiyyət dövrü 1578, onsuz da onun hakimiyyətə gəlişindən sonra dövlət zəifləyir və Osmanlılar müharibəyə başlayır. Bunun nəticəsində bu döyüşlər olmuşdu. 1-ci Abbasın dövründə olmayıb. 1-ci Şah Abbas hakimiyyətə 1587-ci ildə gəlib. Şah 1-ci İsmailin hakimiyyəti dövrünə aiddir. Roma papası və Venesiya əlaqələrinin yaradılması, bəli, bu aiddir. Düzdür, uğur əldə edə bilmir, amma nəticə itibarilə Avropa ölkələrlə əlaqələr qurub od listə almağa çalışırdı. Cavan döyüşündə şahlıq dövrünə aid deyil, Şeyx İsmailin dövrüdür, Ərzincan Şeyx İsmailin dövrüdür. Tayfa müxtəlifliyi ilə ordu quran Şah 1-ci Abbasdır. Daimi nizam ordunun yaradılması Şah 1-ci Abbasın dövrünə aiddir. Şah 1-ci İsmailin hakimiyyəti dövrünə aiddir. Cavan döyüşündə Şah İsmaildən danışa bilmərik. Şah titulunu almayıb hələ. Amudəriyyədən Fəratə qədər olan ərazilərin ələ keçirilməsi bu 1510 Mərv döyüşünün nəticəsidir. Xorasanın tutulması doğru cavab elə B-dir. Sultan Süleymanın 1-ci 3534 Təhmasibin dövrüdür. Şeybani xan tərəfindən məğlub edilməyib. Əksinə o Şeybani xanı məğlub edib. Qaraqoyunlular dövləti bu dövrdə mövcud deyildi. Səfəvilər dövlətinin 16-cı əsrin 70-ci illərin ortalarına aiddir. 1570-ci illərin ortalarına aiddir. Deməli, 1570-ci illərin ortalarında tamğa ləğv olunmayıb, bu 1565-dir. Çıldır döyüşündə Osmanlıların məğlub edilməsi, Çıldır döyüşü 70-ci illərə aid olsa da orada Osmanlılar məğlub edilməyib. Tiyul torpaq sahibliyinin yaranması, xeyr, bu əvvəldən var idi, 16-cı əsrin əvvəlindən. Şah 2-ci İsmail tərəfindən idarə etməyə başlanması 1576-dır. Şah 2-ci İsmail hakimiyyətə gəlməsi və ortalarıdır. Y variantı amil vəzifəsi Ərəb ağalığı dönəmində olub Azərbaycanda. Səfəvi dövlətinin 16-cı əsrin 70-ci illər tarixi üçün xarakterikdir. Venesiya ilə ittifaqının yaradılması bu 1472 olar, 15-ci əsrin 70-ci illəri Ağqoyunlu dövlətindədir. Şirvan ərazisinin Osmanlı qoşunları tərəfindən tutulması bu ola bilər. Çünki 1578-ci il Səfəvi-Osmanlı müharibəsinin ikinci mərhələsi başlandıqdan sonra Çıldır döyüşü baş verir və orada Səfəvilər məğlub olur və Osmanlılar Şirvan ərazisini ələ keçirirlər. Tiyul torpaq sahibinin ləğv edilməsi yanlışdır. Şeybani xan bu dövrdə yaşamırdı, 1510-da öldürülmüşdü. Mərv döyüşü nəticəsində Xorasan yenidən Səfəvi dövlətinin tərkibinə 1599-cu ildə Şah Abbasın dövründə daxil edilib. Uyğunluq gözlənilmişdir. Deməli, Azərbaycan ərazisi vilayət və sancaqlara bölündü. Osmanlı hakimiyyəti dövründə Osmanlı Azərbaycanı işğal edib, deməli, 18-ci əsrin əvvəllərində və eyni zamanda 16-cı əsrin sonunda da işğal edib və işğal etdikdən sonra Azərbaycan inzibati bölgüsündə qismən dəyişikliklər eləyib. Birinci İstanbuldan sonradan söhbət gedir və o tutduğu ərazilərdə sancaqlıq bölgüsünü tətbiq etmişdi. A variantı doğrudur. Ağqoyunlu dövləti Aralıq dənizinə çıxış yolunu itirdi. Trabzon Osmanlı əlinə keçməsindən sonra, Trabzonu itirdikdən sonra Qara dənizə çıxışını itirmişdi. Aralıq dənizinə aidiyyəti yoxdur. 3 qitəni əhatə edirdi Bizans imperiyası 16-cı əsrdə. Xeyr, Osmanlı ola bilər. Çünki 16-cı əsrdə Bizans mövcud deyil. Bu Osmanlı olmalı idi burada. 15-ci əsrdə mərkəzləşmiş dövlət yarandı Almaniyada. Xeyr, Almaniya 15-ci əsrdə siyasi dağınıqlıq olan Avropa dövlətlərindən biri olub. Rekonkista hərəkatı aiddir. Bu da yanlışdır. Çünki Rekonkista hərəkatı ABŞ tarixinə aid deyil, ABŞ-yə aid deyil. Rekonkista hərəkatı ərəblərin Pirneydən kütləvi şəkildə qovulmasıdır və sonradan orada krallıqlar yarandı və Kastiliya-Aragon krallığının birləşməsi nəticəsində Pirneydə İspaniya dövləti yarandı və digər hissəsində də həmçinin Portuqaliya krallığı yaranmışdı. Yəni Rekonkista hərəkatının ABŞ-la heç bir əlaqəsi yoxdur.